Adım Günel İbrahim, Etika Akademiyasının təsisçisi və müəllimlərindən biriyəm. İxtisasım hüquqşünasdır. İkinci ixtisasım idarə etmə üzrə menecmentlikdir. Bu sahədə bütün həyatımı etik standartları həm ailə mühitində, həm iş dünyasında bünövrəsini və sütununu qurmağa həsr eləmişəm. İnanmışam ki, bütün uğurların təməlində yüksək etik standartları durur. Bugün gənclərə ən birinci tövsiyəm, bütün intellektinizə, öyrəndiyiniz biliklərin üzərinə tac olaraq etikanı, dəyərləri və etiketi qoyun. Uğurunuzun amili budur. Salam əziz gənclər, xanımlar və cənablar. Adım Güneldir, Günel İbrahim. Etika Akademiyasının təsisçisi və müəllimlərindən biriyəm. Bugünkü mövzum işgüzar etiket barədə olacaq. Peşəkar imicimiz niyə önəmlidir? Biraz sual-cavabla başlayacağıq, sizin suallarınıza cavab verəcəm. Bir gənc olaram, əmin olaram ki, siz nə qədər etiket vacibdir, müasir dünyada bu nə qədər önəmlidir, kim buna dəyər verir, mənim üçün hansı xeyri dəyər, səliqəliyimə nə cavabdehlikdir, karyerama mütləq şəkildə etiket və etika dəyərlərinə sahib olmalıyammı, karyera nə qədər gözəl ola bilər, əgər mən çox etik olsam? Bu sualların cavabı bugün olacaq. Ən gözəl sualları, ən gözəl hazır cavablara gözəl hədiyyələrimiz də var. Azərbaycan Televiziyasının adından və Etika Akademiyasının adından 3 hədiyyə olacaq. Müvafiq suallara uyğun olaraq da mən sonda seçəcəm və ən maraqlı suallara da bu hədiyyələr təqdim olunacaq. İndi isə işgüzar etiket. Çox maraqlı bir sualdan başlayacağım. Etika nədir? Etiket nədir? Fərqi bilən var? Etika fəlsəfədir. Xeyir və şərin fəlsəfəsidir. Xeyir nədir? Şər nədir? Pis nədir? Yaxşı nədir? Qaranlıq nədir? İşıq nədir? Bunları ayıra bilən böyük bir fəlsəfə dünyası var. Və bu fəlsəfə ilə məşğul olan insanlar hər zaman təbiət elmləri ilə məşğul olublar. Çox gözəl fizik olublar, çox mükəmməl ali riyaziyyatçılar olublar, çox gözəl dini də əxlaqları olub, çox gözəl fəlsəfi, dünyanı dərk etmə barədə özlərinin böyük bir ixtiraları olub və gəlmiş-getmiş, şərq-qərb demədən bütün dünya bu fəlsəfəni bugünə qədər də ayırır. Yaxşı nədir, pis nədir? Və niyə mən yaxşı tərəfi seçməliyəm? Bu etikadır, dəyərlər elmidir. Etiket tamamilə bizim çöl təzahürümüzdür. Yəni, bıçaq çəngəli nə qədər səliqəli istifadə edirik. Mənim geyimimdə mənim iç dünyam, mənim zövqüm, oxuduqlarım necə görsənir, mənim səliqəli nitqim, bunlar hamısı etiket qaydalarıdır. Etiket yəni mənim iç dünyamın çöldə nümayişidir. Doğrudurmu, etikanı hər zamanmı əks elətdirir? Mənə görə deyil. Nə qədər gözəl çəngəl bıçaqla istifadə eləsəniz də, əgər o pişirilən yeməyə siz təşəkkür etmədinizsə, o pişirən əllərə şükür demədinizsə, siz dəyərlərə sahib deyilik. Ağıllı, etiket bilən canavarlara da bəzən bənzəyə bilirik. Etika bəzən çəngəl bıçaq da deyil. Bəzən o dürməyi yeyərək anamızın əlindən öpmək, o yeməyə verən dünyaya, elmə, Allahımıza şükür eləmək deməkdir. Bugün peşəkarlıq, mənim biliyim, savadım mənim əynimdə necə görsənə bilər? Mənim dünya görüşüm, mənim geyimimdə, estetikamda necə görsənə bilər və mənə nə gətirir? Təəssüratlar elmi haqda danışacağım. Dünyada
bütün insanlar, 8 milyard insan beyni belə işləyir. 70% məlumat göz vasitəsilə bizə ötürülür və cəmi 20% səsin gücüdür. 70, yəni gözün nə görürsə, qarşıdakı insan haqqında ilk böyük təəssüratım, 70% təəssüratım ondan yaranır, gördüklərimdən. 20% onun səsinin tonundan məlumat gəlir mənə. 70 ilə 20, 90% təəssüratlar elmidir, estetika elmidir və insanda sizin haqqınızda yaratmaq üçün çox böyük bir rəqəmdir. Və cəmi 10% sözün gücüdür. Mən bir ədəbiyyat müəlliməsinin nəvəsi kimi bunu biləndə, beyin alimlərindən bu statistikanı alanda heç razı ola bilmədim. Şeir, söz nə qədər önəmlidir? Sən demə, orada ən önəmli an sözə necə qüvvə veririk biz? Yəni, görüntü ilə və səsimizlə nə edirik? Məsələn, ən gözəl sözü götürək. Xoş gəlmisiniz. Necə gözəl sözdür. 10% gücü var bu elm deyir. Amma 90% təsir qüvvəsi çox önəmlidir. Məsələn, mən etinasız bir şəkildə deyim. Xoş gəlmisiniz, keçin içəri. O sözün qüvvəsi tamamilə itdi. Bir də var deyirəm, xoş gəlmisiniz, buyurun içəri. Görüntüm və səsim o sözə böyük bir qüvvə verir. Ona görə mən bağışla dedim də, amma insanlar bağışlamır. Peşman oldum da, insanlar bunu hiss etmir. Gözü ilə görmək istəyir. Səsinizin tonundakı o tezlik var. Amplitudlar onun informasiya mənbəyinə gəlib çatmır. Bilir ki, sadəcə söz olaraq dediniz. Həqiqətdə siz onu hiss etmirsiniz. Və bəli, nə qədər desələr də ki, xarici görünüş önəmli deyil, markalar önəmli deyil. Amma qamətiniz, görüntünüz, səsiniz, gözünüz hara baxır deyərkən görüntü çox önəmlidir və böyük bir statistikanın başındadır. Göz nəyi görür? Gözlə baxanda ilk təəssürat qamətdən başlayır. Görüntü, şüur, beyin xəttləri birinci ayırır. Bu yerinə sürünəndirmi? Bu ilandırmı? Bu topdurmu? Xəttlər ilkin məlumatı beynimizə verir. Və ona görə qamət çox önəmlidir. Qamət iki çiyini aşağı, çənə pola paralel, gözümüz qarşıdakı insanın sol gözünə, sağ gözünə, alnın ortasına və buruna baxaraq yönləndirə bilərik. İnsanlarla ünsiyyətdə siz hara baxırsınız? Gözünə. Gözünə baxırsınız. Saçına, üz cizgilərinə. Ən çox verilən suallardan biri odur ki, gözə baxırıq. Gözümü sizin gözünüzə yönəltsəm və danışaraq ancaq gözünüzə baxaraq davam eləsəm, qəribə bir hal baş verir. Əslində, gözə zilləmək faktoru var. Bəli, bizim elmi, bədii dildə gözə baxmaq doğrudur. Amma praktiki olaraq siz bir insanın danışarkən gözünə baxsanız və yaxud da ancaq saçına baxsanız, bu çox qəribə görsənəcək, aqressiv bir baxış yönələcək. Dress kod. Gənclər sevmir dress kodu. Məsələn, niyə dress kodu sevmirsiniz? Buyurun. Əslində, indiki gənclər daha çox əvvələ nisbətən indikilər daha çox azad ruhludur. Yəni, mən bu şeyi istəyirəm, sərbəst olsun. Həmçində onun içində geyimin ölçüsü, rəngi, biçimi, hər bir şey daxildir. Bu daha çox ətrafdan ona verilən təzyiqdəndir. Tutaq ki, mən deyirəm, sən get ağ geyin. Prinsip məsələsi olur. Dress code prinsipə daha çox bağlıdır. Bunun nə tövsiyə olduğunu, yaxşı bir tövsiyə olduğunu düşünmürlər. Ona yaraşıb yaraşmayacağını da düşünmürlər. Sadəcə deyirlər ki, prinsipə. Yaraşsa belə prinsipə. Əla. İkinci suala sizdən keçim. Çox gözəl bir cavab idi. Estetika, gözəllik önəmlidirmi, peşəkarlıqmı? Mən sizin yaşda gözəllik deyə cavab verərdim. Buyurun. Estetika önəmlidir, çünki ilk təəssürat, ilk baxış daima estetikadan qaynaqlanır. Biz nə qədər peşəkar olsaq da, geyimimiz, duruşumuz, tərzimiz, ən önəmlisi baxışlarımız bizim estetikamızı yansıdır və bu bizim zəkamızdan xəbər verir. Məncə estetika daha önəmlidir. Peşəkarlıqdan daha önəmlidir. Tamam, arkadakı yaşıl pencəkdəki xanım, çox sağ olun. Xanımın fikirlərinə qatılıram. Düşünürəm ki, bu 50-yə 50 olmalıdır. Biz həmçinin estetikaya uyğunlaşmalıyıq, həmçinin peşəkar olmalıyıq. Çünki mən universitetdə təhsil alıram.
bir xanım müəllimə içəri girərkən ilk onun geyiminə baxıram. Ayaqqabıları nə rəngdədir, kostyumu nə rəngdədir. Bu artıq mənim beynimdə onun xasiyyətinə, xarakterinə uyğun düşüncələr yaradır. Məsələn, bir xanım gözəldirsə, düşünürəm ki, ay Allah, bu nə qəşəng müəllimədir ki, bu bizə daha yaxşı şeylər öyrədə bilər. Sonra artıq peşəkarlığını da ortaya qoymağı yaxşı bacarırsa, düşünürəm ki, biz onu artıq yaxşı müəllimə kimi qəbul edəcəyik. Yəni 50-50 olmalıdır. Tamam, maraqlıdır. Üçüncü, sonuncu bu mövzuya aid sual verim. Təsəvvür eləyin ki, çox gözəldir, çox dəblidir. Girəndə hamı ona valih olur, xarici görünüşünə aşiq olur. Siz tibb universitetinin məzunusunuz, amma 50% cəmi sizə təhsil verə bilir. İndi fikriniz dəyişər? Cavab vermək istəyən, buyur. İnsanın geyimindən çox peşəkarlığı da çox önəm daşıyır. Çünki geyimi nə qədər pis olsa da onun peşəkar olması işində daha önəmlidir, məsuliyyətli olması daha önəmlidir. Çünki düzdür, insanlara kənardan geyimlə bağlı çox təəssürat qazandıra bilər, öz işi ilə bağlı, öz gözəlliyi ilə bağlı çox təəssürat qazandıra bilər. Amma geyiminin gözəl olması onun peşəkar olduğunu bilindirmir. İşində nə qədər peşəkar və məsuliyyətli olsa, kənara məncə daha yüksək təəssüratlar bağışlayır. Gözəl, çox sağ olun. Peşəkarlıq dediniz. Peşəkardır, çox savadlıdır. Sizə elə biliklərlə zəngin edir ki, siz düşünürsünüz ki, necə gözəl bir ustadın əlinə, müəllimin əlinə düşmüsünüz, yaxud da rəhbərin. Lakin qoxu gəlir, dağınıqdır, geyimi biədəbdir, yanında durmaq mümkün deyil. Bildiyimiz kimi, məsələn, televiziya aparıcıları, müxbirlərin nə qədər savadlı olması da önəmli olduğu kimi, onların xarici görünüşü də önəmlidir. Çünki biz onları hər dəfə televiziyada gördükdə, kanalları çevirdikdə, xarici görünüşünə baxıb da həmin kanalı saxlaya bilərik. Mən belə düşünürəm. Geyimdən əvvəl danışdıq, indi hal-hazırda siz ətirdən, ondan qoxu gəlməyindən danışdınız. Öncə mənə görə çox önəmlidir bir insanın özünün təmizliyinə riayət etməsi. Yəni onun geyiminə də, danışığına da, peşəkarlığına da, hər şeyini qoyuruq qırağa, amma o insan əgər özünə gigiyenik cəhətdən hörmət eləyirsə, bu deməkdir ki, insan həqiqətən özünə çox dəyər verir. Yəni əgər insan özünə dəyər verir, öz gigiyenik qaydalarına riayət edirsə, niyə bir rəhbəri onu götürməsin ki? Əgər o özünə hörmət edir, işinə hörmət edir və gigiyenik qaydalarına hörmət edirsə, demək o işində də eyni təmizliyi, eyni tarazlığı saxlayacaq. Maraqlı, afərin. Mən düşünürəm ki, liderlik qabiliyyəti olan bir insan zaten o geyim təzahürünə fikir verəcəkdir. Bu mütləqdir. Amma çox ağıllı insanlar bəzən ağlı kökləndiyi üçün o geyim, artıq dünya görüşü və ya cəmiyyətdə necə görünəcəksə o artıq beynində olmur, o fikrində olmur. Sadəcə köklənir, yaratdığı nələrsə yaradacaq, nələrsə yazacaq. Məncə ona köklənir. Liderlik qabiliyyəti olan hər bir şəxs o şəxsi keyfiyyətləri özlərinə götürür və onu əks etdirməyi bacarmalıdır. Bu mütləqdir. Çox gözəl, incə məqama vurğuladınız. Əslində, mənim suallarımdan suala keçid aldıqca fikirlər, o suallar daha çox düşündürməyə və fərqli bəlkə nəticəyə gəlməyə kömək edirdi sizə. Bir anda ancaq peşəkarlığı seçdiniz. Mən deyəndə ki, bəs geyim əgər yanında durmaq mümkün olmayan dərəcədədirsə, dayanardınızmı elə ustada, bəziləriniz tərəddüd elədiniz. Demək, tam peşəkarlıq deyil, estetika da önəmlidir. Sualın özü çaşdırıcı idi. Mənim bu fərqi qoymağım belə əslində etikanın anlayışından kənardır. Çünki əsl etik insan, sizə təhsil verə biləcək insan həm ağla sahib olmalıdır, həm yüksək etik dəyərlərə. O müəllimdən təhsil almağınızı tövsiyə edirəm. Biri var, biri yoxdur. 50-dir, 50-dir. Bunların sizin həyatınıza müsbət, mənfi toxunuşları da olacaq. Yalnız özünü təşkil edə bilən beyin insanlara töhfə verə bilir. Bu nöqteyi nəzərdən etika və estetika elmi, yəni dəyərlər və gözəllik elmi həmişə bir yerdə təhsil verilir. Ayrıca etika elmi yoxdur. Təlimlərdə görürsünüz, etika və estetika, o anlayışlar ayrı-ayrı bir-birindən ola bilməz. Hər kəsin əlinə baxmaq istəyirəm. Mənə barmaqlarınızı göstərin, zəhmət olmasa. Barmaqlarınızı. Gördüm, əla. İndi mənə zəhmət olmasa şəhadət barmağınızı göstərin. Mən şəhadət dedim. Zalın 99%-i baş barmaq göstərdi. Bu nədir? Sizə ilk
göstərdiyim slaydın nümunəsidir. Göz vasitəsilə məlumat daha sürətli və sizi düşündürmədən qərar qəbul etməyə öyrədir. Mən nə qədər sizə digər barmaq desəm, amma baş barmağı göstərirəmsə, siz çox güman ki, 99% insanlar, kim ki bu məşqi eşitməyib, bu barmağı qaldıracaqdır. Bu IQ səviyyəsi deyil, bu bilik səviyyəsi deyil, bu algılama sistemidir və görüntünün gücüdür. Siz düşünmədiniz, sözün gücü nə qədərdir. Nə etdimsə, onu təkrar etməyə çalışdınız. Səsimin tonu da sözümdən qüvvətlidir. Mən xahiş elədim. Bəlkə əmr etsəydim, başqa cür desəydim, tənbəllik olardı, heç əlinizi qaldırmaq istəməzdiniz. Buna görə də görüntünün hökmünü, anlıq təəssüratların qarşı tərəfin sizi istədiyi kimi qəbul etməsi çox önəmlidir. Rənglər, 6 rəng sizə gətirmişəm. 8 milyard insan hər biri bu rəngə eyni reaksiya verir. İstər balacada, istər böyükdə, dini, irqi fərqi olmadan insanlar bu rənglərə eyni cür təəssürat algılama sistemini qoşur. Qara rəng Azərbaycanlıların ən sevdiyi rənglərdən biri. Güzəştsiz lider rəngidir. Güzəşt etməyi sevmirəm. Bugün mən danışacağam, tam siz qulaq asacaqsınız deməkdir, daha çox. Qara rəng əslində bir çox ölkələrdə hakimlərin, əbaların rəngidir. Niyə? Hökm oxunmur, bir tərəflidir. Hər kəs hörmət etməlidir, bir tərəflidir. Ağ rəng əksinə güzəşt rəngidir. Liderliyi yoxdur, amma çox böyük gücü var. İnsanlar ağ rəngi görəndə ümid hissi oyanmağa başlayır. Ağ rəng bizdə ümid hissini yaradır. Ümidin əsl adı, ikinci adı bilirsiniz nədir? Şəfa. Biz ümidimizi itirməyənə qədər həyatdayıq və sağlamıq. Ona görə tibb dünyası ağ rəngdədir. Ona görə ilk müalicə otaqlarının hamısı ağ rəngdədir. İlk yardım arabaları ağ rəngdədir. Hər iki rəngi birləşdirsək, qara və ağ, nə olur? Diplomatiyanın vazgeçilməz rəngi olur. Nə istədiyimi bilirəm, lideram, altdan isə ümid verməyə, güzəştlər etməyə, sual-cavaba da hazıram enerjisini verir. Ən sevdiyiniz rəng nədir? Mən əsasən bənövşəli rəngi çox sevirəm. Çünki çox insanın daha çox xoşuna gəlir. Həm də ki, gözü daha xoş gələn bir rəngdir. Sizin gözünüzə xoş gəlir. Çox maraqlıdır. Bənövşəyi rəngi mən bugün proqramımıza salmamışam, amma deyəcəm o rəng barədə. Niyə gənclik o bənövşəyi rəngi sevir? Doğrudan da gəncliyin ən sevdiyi rənglərin sırasında mavidir. Bilirsiniz niyə? Azadlıq, sərhədsizlikdir. Cins dünyaya göy rəngdə gəldi. Onun brend menecerlər hər kəs geyinsin, daha çox da cavanlar geyinsin. Hər yerə azadlıq, rahatlıq nümayişi kimi onun rəngini göy elədilər ki, hər kəs buna meyil salsın. Bir çox sahələrdə, məktəbdə bizim qələmlərimiz göy rəngdədir. Təhsili göy rəngdə alırıq, beyinə azadlıq verir. Sizin dilinizlə desəm, gigabaytımızı artırır. Və yeni məlumatların qəbulunda çox gözəl rol oynayır. Niyə biz qırmızı qələmlə dərs oxuya bilmirik? Çünki göz vasitəsilə beyin dayanır. 2 cümlədən artıq qırmızı rənglə oxumaq mümkün deyil. Beyin hazır deyil məlumat qəbuluna, amma mavi, göy rənglər hər zaman zehnimizi açıq tutur. Bu sahədə çox doğru seçimlərinizdən biridir. Bizim qırmızı rəngimiz, qırmızı aqressiv liderin rəngidir, amma yaxşı mənada aqressiv. Yəni, beyin alimləri isbat ediblər ki, qırmızını görməmək mümkün deyil. Bizim beynimiz elə qurulub ki, ən ucqar nöqtədə belə görə biləcəyimiz sahədə biz qırmızını görəcəyik. Ona görə dünyanın hər yerində, bütün ölkələrində işıqfor, dayan işarəsi qırmızı rəngdədir. Geyimləri bir çox görüntülərdə biz çalışmışıq sizdə əks elətdirək. Göyün gözəlliyini açıqlamasında siz burada görə bilərsiniz. Bozun gözəlliyini. Hər bir geyimin ədəbi var. Və ədəbli geyinmək sizin daxili dünyanızın ədəbinin də çöl göstəricisidir. İş dünyasında pencək, kostyum, qalstuk və yaxud da rahat geyimdə ən sevdiyiniz imic nədir? Amma bəylər cavab versin. İşgüzarmı geyim sevirsiniz? Daha az sərt, casual deyirlər idman üslubunda. Buyurun. İş dünyasında daha klassik,
geyim önəm çəkir. Az öncə toxunduğunuz kimi kostyum, yəni belə klassik olaraq da. Təbii ki, normal həyatda geyimə qarışma o qədər də düzgün deyil, amma iş dünyasında məncə daha klassik geyim insana daha xarakterini düzgün, ağır, necə deyim, sözünü daha ağır göstərə bilir. Yəni belə bir şey oxumuşdum ki, insanın geyiminə görə sözünün də ağırlığı dəyişə bilir. Ona görə məncə klassik geyim daha uyğundur. İş dünyası, iş imiciniz, rənglərdən, fundamental etiketdən və mütləq şəkildə qaydalardan mən sizə danışdım. Hər bir geyimin öz yeri var. Hər geyimin yerini bilməkdən ötürü də dünya görüşümüzü artmalıyıq. Oxumaqdan, səyahət eləməkdən, sosial şəbəkələrdə də səyahət etmək olur. Baxır nəyə baxırsınız. Dünyaları kəşf eləməkdən çəkinməyin. Orada sizin zövqünüz də oturacaq. Bugün mənim sizə verdiyim alətlər sizi iş dünyasında bir mənalı, səliqəli və oxuduğunuz peşəkarlığınızı ortaya qoya biləcək bir sistemdir. Etiketin fundamental sistemləri ilə tanış oldunuz. Təşəkkür edirəm diqqətinizə görə. Sizə elan etmişdik ki, ən aktiv gəncə, ən maraqlı və ən doğru cavablara bizim hədiyyəmiz olacaq. İlk hədiyyəmiz Azərbaycan televiziyasının hədiyyəsidir və bunu da mənə ən aktiv və maraqlı gənclərə təqdim eləmək istəyirəm. İkinci sıradakı bizim bəyimizə. Təbrik edirəm. Aktivliyinizə görə də təşəkkür edirəm. Azərbaycan televiziyasının hədiyyəsidir. Buyurun. Çox sağ olun. Etika Akademiyasının tərəfindən 500 AZN-lik kupon təqdim ediləcək. Hər hansı bir təhsili bu miqdar çərçivəsində bizim mərkəzimizdə ilin sonuna qədər gəlib təhsil ala bilərsiniz. İlk sıradakı Bənövşəyi bəyə dəvət etmək istəyirəm. Təbrik edirəm. Gözləyirəm mərkəzimizə. Mən təşəkkür edirəm. 800 manatlıq hədiyyəmiz var. Əslində 2 nəfərə təqdim eləmək istəyirəm. Bir hədiyyəni 2-yə bölməyəcək. Təsəvvür edin ki, 2 dənə də 800 manatlıq hədiyyəmiz var. 2 xanıma təqdim eləyəcəm. Birinci sırada ilk maraqlı sual verən xanıma təşəkkür edirəm. Uğur olsun. Çox sağ olun. Bu qalsın verəcəm. O biri xanıma da təqdim edeyim sonra. Tamam. Bir dənəsini gətirmişəm amma ikincisini eləmək istədim. 3-cü sırada ikinci xanım. Sizə də 800 manatlıq hər hansı bir təlimimizi gəlib alıb iştirak etmək. Təşəkkür edirəm. Çox sağ olun. Bunu da götürün. Sonra verəcəyik sizə də. Sonda hər birinizə bir sözü məsləhət olaraq verib getmək istəyirəm. Unutmayın ki, nəzakət yüksək ağlın nümunəsidir. İcazənizlə bir selfie də çəkək, həmişəlik xatirə qalsın. Təşəkkür edirəm hər birinizə. Gözəl iştirakınıza.